daha doğrusu məsələ şəkilçisi hansı? Maqmet. Ola bilər Q-küdüsü. Neçənci şəxsdə? Üçüncü şəxsi mənzubə şəkilçisini qəbul edəndə bəli, Q-ki şəkilçisi düşə bilər. Onun oxumağı və ya onun oxuması. Doğrudur. Yaxşı. Bəs desək ki, məstər ismi və hansı xüsusiyyəti qəbul etmir? Cəbdən bir sonra olmur. Konkret mücərrəd Olmur. Aha, qayda oxumuşam. Konkret mi, konkret. Sonra cümlə üstünə görə nə olmur? təyin ikinci, üçüncü. Neden gelirdiniz? Cümlə üstünə görə nə olmur? Təyin olmur. Təyin olmur deyirik, amma istisna halı var. Nəyə hansı qoşmalar? Kimi, qədər, təcrid. Məsələn, deyim ki, oxumaq kimi gözəl iş yoxdur, gözləyir. Yaxşı. Bəs deyirik ki, təsvir edilən formaların ortaq xüsusiyyətləri hansılardır? Təsvir edilən ortaq xüsusiyyətləri. Təsvir və kəmiyyətdə zamana görə də deyə bilərik də, düzdür. Sonra? Tərkib əməliyyatı. Sonra? İkinci hissəsinin xüsusiyyətini daşıyır. Məsələn, hansı hissənin xüsusiyyətini daşıyır? Aha, beyinlərin ismi. Yaxşı. Məsələn, mənsubiyyətə görə dəyişir İsmail. Dəyişir, başqa yeri yoxdur. Sən mənə deyilən görür. Məsələn, mənim mənsubiyyətə görə dəyişir də. De. Oxumağın, onun oxumamağı. Mən orada oxumağı bir də oxumaması ola bilər də müamə. İnkar göstərsin. Onda inkar. Oxuması. Oxumaması desin, orada inkar. Mən oxumağım bir də oxumaq. Mənim oxumağım, sənin oxumağın, onun oxuması. Düzdür. Yaxşı. Şəxsə görə dəyişdirsə nə olur? Şəxsə görə, şəxs də işlənir. Üçüncü şəxs də işlənir. Yaxşı. Mübtəda olur, başqa hansı pasiv olur? Dedik ki, iki əsas hissəsinin xüsusiyyətini daşıyır. Nəyin? Beyin, sifətin. Yaxşı, çəkiciləri hansılardır? Acaq, ələk, ası, əsil, malı, bəli, vuş üstüdür, al, ən, bir də dız üstüdür, gürüz mənsubiyyət. Amma dilçilikdə ən uzun, belə deyək də, çəkici desək, götürəcək dız üstüdür, gürüz mənsubiyyət. Bu ola bilər dığı deyil, dığı deyil, diklərin, dıqları, mülkləri. Məsələn, bu formada ola bilər. Yaxşı, feil sifət dedik ki, iki əsaslı hissəsinin xüsusiyyətini daşıyır. Həm feilin, həm də sifətin, düzdür. Yaxşı, bəs dedik ki, feilin sifətin xüsusiyyətini daşıyır. Hansı xüsusiyyətləri daşıyır? Hansı suala cavab verir? Feil sifət sifətin sualına cavab verir. Deyirik ki, necə, bir də nəzir. Hansı ola bilər? Olar. Hansı? Sifətin sualına cavab verir. Cümlə üzrə görə əsasının təyin olacaq. Amma indi baxaq görək. Bax, orada olan şəkilçiləri var. Homonim şəkilçilər. Bax, bu dördü homonim şəkilçilərdir. Homonim. Sizə testlərdə gəlsə ki, feil sifət şəkilçiləri hamısı homonimdir, yanlışdır. An ən şəkilçisi homonim deyil. Yox, an ənin bir dənə ən ən forması tək variantlı olaraq zəbt düzəldən neçə şəkilçidir. An deyə zəbt düzəldən neçə şəkilçi yoxdur, yeniki variantlı. Biz ona görə bunu homonim götürə bilmirik. Amma bu qaldı ki, bunun ümumiyyətlə homonim söhbəti yox. İndi baxırıq. Deyirik ki, aca gələcək şəkilçisinin homonimliyi. Nəydən homonimliyi var? Gələcək zaman şəkilçisi, bir də ki, feili sifət. Bəli, gələcək zaman, bir də feil sifət, bir də nə? İsim düzəldən neçə şəkilçi. Məsələn, isim düzəldən neçə şəkilçi, deyirəm dayanacaq. Və yaxud da ki, nə olar? Sığınacaq. Yanacaq olsun, yanacaq. Olsun sığınacaq, fərqi yoxdur. Yanacaq nədir? Məsələn, neft. Yanacaq doldurma məntəqəsi məsələn. Nə oldu? Feildən isim düzəldən neçə şəkilçi. Daha sonra götürürük, gələcək zaman qəti yoxsa qeyri-qəti gələcək zaman? Qəti. Qəti gələcək zaman. Məsələn, deyirəm ki, o dərsini oxuyacaq. Düzdür? Oxu sözünün kökü acaq nə şəkilçidir zaman. Bir də var ki, deyirəm ki, oxunacaq əsər. Burada nə şəkilçisi olacaq? Burada artıq sual verin, necə əsər?
Hansı əsər? Bax, sifətli sualım verir. Necə? Hansı? Oxumaqdan oxunmaq, acaq nə şəkilçisi oldu? Fe'l sifət. Sifət. Sifətli sualına cavab verdi. Sonra, homonimli, asərsi. Fe'li sifət ola bilər. Bir də ki, lazım şəkli. Lazım şəkli. Məsələn, deyirəm ki, deyiləsi söz var, bir də var deyilməyəsi söz var. İndi bizə işlədikdə o söz düz deyil. Bəli. Deyiləsi söz, sual verək. Necə söz? Hansı Necə sualı verdiysə nə olacaq? Fe'li Sifət. sifət. Bir də var ki, söz mənə deyiləsidir. bu isə lazım şəkil. Deyiləsidir. Baxsaq ki, eyni formada olur. Bəli, olur da. Amma nəyinə təyin edilir sualını? Mövqeyinə görə həm də sonuna görə. Sualını, bəli. Müş üstü 4. Müş Bir- üstü 4 olacaq fe'li sifət. Bir keçmiş zaman Nədir keçmiş zaman? Daha sonra, deyirəm keçmiş İmiş. unutma. İsim kimi, neçə şəkil kimi belə deyək. Daha sonra, Belki mən üstü dörd imişin. nə olur? İmişin qısaltılmış forması. Bir də ola bilər fe'li bağlama şəkilçisi. Amma fe'li bağlama şəkilçisi kimi bir növ belə deyək də, olur dildə belə deyim ki, mürəkkəb cümlənin elə bil ki, tabiri mürəkkəb cümlənin qısaltılmış formasıdır. Hadisədən bir qədər keçmiş, sən gəldin. Hadisədən bir qədər keçmiş. Nə zaman gəldin? Hadisədən bir qədər keçmiş. Burada nə oldu? Hansı bir yerdə tərkib əmələ gətirib fe'li bağlama tərkibidir. Bunu da götürüb fe'li bağlama. İndi baxaq, imişin qısaltılmış forması. Deyirəm ki, o vaxtıyla buradan keçirmiş. Keçirmiş. İmişin qısaltılmış forması. Biz deyirik ki, zaman şəkilçisi olsaydı, şəklin şəkilçisi olsaydı, harada hatırladaqdı? Kökünü. Kökə başlanır. Kökü və yaxud da başlanğıcı. Düzdür? İndi deyirəm ki, o buradan keçmişdi. Burada nə olur? Burada Zaman. Hə. Nəli keçmiş zaman. Amma deyirəm, keçmişini unutma. Burada isim. Neçə şəkilçi, bir də fe'li sifət kimi. Məsələn, deyirəm ki, deyilmiş söz, oxunmuş kitab. Necə kitab? Oxunmuş kitab. Fe'li sifət. Sualı ilə təyin edir. Bunlar nə oldu? Homonimlik. Düzdür? Bir də var ki, bu asası ilə bağlı edir. Malı müəllimiz qaldı ortada. Düz deyilmi? İndi malı müəllimi niyə saxladı deyəcəm? Mənim seçilmiş şəkilçidir. Yox. Seçilmiş şəkilçi deyil, o ilə bağlı cümləyə yazmışam, o ilə bağlı deyəcəm. Malı müəllif şəkli ola bilər vacib şəkli, ola bilər fe'li sifət. Düzdür? Vacib şəkli olarsa, belə deyək, təsvirlənən fe'li sualına cavab verəcək. Deyirəm ki, yeməlidir. Nə etməlidir? Yeməlidir. Nə etməlidir? Bir də var ki, deyirəm ki, yeməli meyvə. Necə? Sual verir, necə meyvə? Burada olur fe'li sifət. İndi baxın, deyirəm ki, o meyvə yeməlidir. Şavar, vergülündən asılı olaraq burada, olub-olmamaqdan asılı olaraq iki cürə düşünə bilərik. Baxın, o meyvə yeməlidir. Kim? O. O. Bir də ki, o Nə etməlidir? meyvə yeməlidir. Bəli. Nə etməlidir sualını versəm Vacib və o şəkli. mübtəda mövqeyində çıxış eləyərsə, Vacib olacaq nə? Vacib şəkli. Düzdür? Vacib şəkli. Bir də var ki, o meyvə yeməlidir. Hansı meyvə? O burada İki dənə mənim. meyvə qoyulur. Biri qırmızıdır, biri sarıdır. Qırmızının üstündə ləkələr var. Deyirsən ki, o meyvə yeməlidir. Niyə? Almanın deyir, meyvənin deyir, qurtusu daha dadlı olur. Bəli. Bəli, həqiqətən. Qurt belə bilir ki, hansı meyvə şirindir, dadlıdır. Bizim qurt qədər ağlımız yox ki. Hə, amma neyini gedir, saf axtarırıq, türkməzə olur, ağlımız düşür. Belə bir şey olur. Düz deyil. Yaxşı. O meyvə yeməlidir deyirəmsə, hansı meyvə? O meyvə. İndi hansı sualı verdimsə? Burada fe'li Necədir? sifət. Düzdür. Fe'li sifətdir burada. Bax, ikinci cümlə kimi düşünsən, o meyvə yeməlidir. Biz o bundan sonra vergi məsələsini keçmiş uşaqlar üstünə. Nə etmə, bu yeməli
görə bir xəbər mövqeyində. Nə meyvə, mübtəda, hansı meyvə o? Burada təyin. Düz deyilmi? İndi bu yeməlidir sözünü biz nə götürəcəyik? Necədir? Fe'l Sual sifət. verdiyimizə görə fe'li sifət. Düzdür. Bu formada götürmə, buna görə saxlamışdım bunu. Sonra, keçdik indi an-ən. An-ən şəkilçisini, inşallah, an-ən şəkilçisini biz götürürük yalnız fe'l sifət şəkilçisi kimi. Məsələn, deyirəm, ağlayan uşaq. Ağlayan uşaq. Ağlayan. Bir də var, ağlağan. Bax, uşaqlar, ağlayan var, ağlağan var. Hər ikisi uşaq sözünə aiddir. Necə uşaq? Ağlayan fe'l Necə sifət. uşaq? Ağlaman. Biz sifət bölməsini keçmişdik. Bir var fe'l sifət, bir də var fe'ldən düzələn sifət. Fe'l sifət, nə olsun ki, fe'l sifət deyil, sifət sözünü işlədir. Yenə də fe'ldir. Amma fe'ldən düzələn sifət, yəni fe'ldir, ona neçə şəkil çarpdırmış ki, nə yaranır? Fe'ldən. Sifət yaranıbdır. İndi baxın, ağlayan uşaq ifadəsində əgər biz düşündüyümüz şəkilçidən öncə Mamə imkanı şəkli. Burada fe'l sifətdir. Bəli. Artıra bilməsə isə şeydir, fe'ldən düzələn sifət. Sifət, bəli. Ağlamayan uşaq deyə bilirəm. Bəli, Deyə bilirəm. bəli. Nə olacaq ki? Fe'l sifət olacaq. Fe'l sifət, bəli. Fe'l sifət. Amma ağlamaq. Ağlamayan uşaq deyə bilirsiniz. Xeyr. Bizdə yoxdur, bəlkə sizdə var. Mən hacətanın tərəfdə var. Yaxşı. Hə. Ay, ciddi aldılar da. Ağlamayan şəxsi yoxdur. Olur nə? Fe'ldən düzələn sifət və nəhayətcə götürülür sifət. Düz ağla sözü fe'ldir. Ona neçə şəkilçi artırdır. Nə oldu? Sifət. Ümumiyyətlə fe'li sifət şəkilçilərlə onu ilə ayrı edə bilərsiniz. Dırısı 4-3 mənsubiyyətdə. Məsələn, deyirəm ki, dediyim söz uşaqlar parçalayır. Dik ayrı götürür, nümayir. Xeyr. De sözün kökü deyimi bütöv götürəcək. Fe'li sifət şəkilçidir. Dedikləri D sözü dikləri isə birlikdə və götürürük. yaxud da dediklərimiz, baxın. D sözün kökü diklərimiz bir yerdə fe'l sifət şəkilçisi. Bütöv götürürüz, parçalamaq olmaz. Çünki bu dığız bütövdür dik. Lərdən bu heç, imizdəki mənsubiyyətdə. Hansı bütöv götürəcəyiz? Aydındır. Sevdim. Sonra, fe'l sifət şəkilçiləri uşaqlar. Dedik ki, həm fe'lin, həm sifətin xüsusiyyətini daşıyır. Həm fe'lin, həm sifətin xüsusiyyətini daşımaq. Yəni ki, həm fe'lin suallanacaq. Deyən görüm yox. Bəli. İndi baxaq. Fe'li aid xüsusiyyətlərdə nəyə qəbul edəcək? Fe'li aid xüsusiyyətlərdə. Mən Təsdiq, inkar. Məsələn, oxuyan, oxumayan, təsdiq, inkar. Təsirli, təsirsiz. təsirsiz. Məsələn, oxuyan, Nəyi? nəyi, təsirli, baxan, Nəyə? təsirsiz. Təsirsiz. Fe'lin qrammatik məna növləri şəkilçilərin qəbul edilir. Qrammatik məna növü. Məsələn, Nədir bu? yazılan Yazan məlum növ, yazılan Yazılan, məsul məsul növ. yazışan qarşılıq bilgəlik növ, yazdıran da ilbar. Gördünüz, qrammatik mənada qəbul edir. Sonra gəldik sifətə aid xüsusiyyətlərdən. sifətin suallanacaq Sifətin verir. sualına cavab verir, sualı. Cümlə üzvünə görə əsasən Təyin təyin olur. olur. Hansı cümlə üzvünə aidsə ondan əvvəl işlənir? Təyin olmaq. Təyin xüsusiyyəti nədir? Təyin olunandan əvvəl işlənir, ona görə. Sonra, bax, isimləşə bilir. Yəni, ismin hal, cəm, mənsubiyyət, Bəli. xəbəri şəkilçilərini qəbul edir. Məsələn, deyirəm, oxuyanları çağırın, cəm, oxuyanlar, təsvirkar. Və yaxud da, silvin oxuyanı, oxuyan fe'l sifət, bu mənsubiyyət. O oxuyandır. Burada Bu şəxs xəbərlik. Düzdür? Oldu. Yaxşı. Amma dərəcə əlaməti bildirəcək? xeyr. Yox. Sifətin xüsusiyyətini qəbul edə bilər. Daha doğrusu, sifətin sualına cavab verə bilər. Amma isimləşə bilər. Amma dərəcə əlaməti yalnız hansının hissəsinə aid? Sifətə. Sifətə. Yaxşı. Bu belə. Sonra keçdik cümlə özünə görə. Mübtədə olur. Mübtədə olur. Deyirəm, oxuyan bəllidir. Kim bəllidir? Oxuyun. Uşaqlar, bax, isimləşmək, ismin hansısa bir şəkilçisi
şəkilçini mütləq qəbul etmək demək deyil. Bəzən heç bir şəkilçi qəbul etmədən mübtəda mövqeyində çıxış edir və işin sualına cavab verir. Bu isimləşmə sayılır. Necədir? Bəllidir. Kim? Oxuyan. Mübtəda mövqeyində. Oxuyan uşaq bəllidir, oxuyan insan bəllidir. İnsan uşaq ismini sıradan çıxardı, cümlədən çıxardı. Cümlə üzrə nə olur? Mübtəda. Gördünüz? Sonra təyin mövqeyində onsuz da olur. Təyin. Oxuyan şagird. Oxuyan uşaq. Atdı bura deyirik. Hansı uşaq bəllidir? Oxuyan. Necə uşaq? Oxuyan. Təyin mövqeyində. Tamamlıq. Fərqi yoxdur. İstəyir vasitəli, istəyir vasitəsi. Oxuyanı seçin. Oxuyanlara mükafatlar verildi. Kimə? Kimi? Zərflik mövqeyində səbəb zərfliyi ola bilər. Olur. Necə? Xəstələndiyi üçün, qorxduğu üçün ağlayırdı. Düzdürmü? Dırqıstı 4 filis mənsubiyyət bütün boşması ilə. Məsələn, şiddətli yoldaşlar. Sonra zərflik kimi dedik. Daha sonra və yaxud da ki, hal şəkilçisində deyirəm ki, xəstələndiyindən gəlməyi, feyli sifət, dəndə çıxışlı qal. Bir yerdə nə oldu? Səbəb zərfliyi yenə. Və ola bilər nə? Xəbər mövqeyində. Xəbər. Məsələn, deyirəm, o uşaq oxuyandır. Necədir? Oxuyandır. Oxuyandır, xəbər mövqeyində. Uşaqlar, biz məsələdə deyirik ki, bax, ismə məxsansı xüsusiyyəti qəbul etmir, özünü göstərmir, dil icazlənməli də təyin olmalı. Amma biz deyəcəyik, feyli sifətçimsə deyəcəyik, tərz-i hərəkət zərfliyi mövqeyində, istisna hallarda, tərz-i hərəkət zərfliyi mövqeyində. Məsələn, deyirəm ki, mən onu danışan gördüm. Nə üçün gördüm ki, mən onu necə gördüm, nə tərzdə gördüm, hansı vəziyyətdə gördüm? Danışan. Danışan. Şimdi gördüm, onu da tamamlıq. Baxın, an feyli sifət şəkilçisi istisna hallarda, çox hallarda olur. Mən onun çay içən gördüm, onu buradan ötən gördüm, müharibədə vuruşan gördüm və s. Aydındır, tərzdə hərəkət zərfliyi kimi işləndiyi az hallarda da olsa var, amma istisna hallarda. Bir də var ki, feyli sifətin bir xüsusiyyəti var uşaqlar. O xüsusiyyəti nədir? Zaman məzmunu bildirməsi. Nədir bu zaman məzmunu bildirməsi? Feyli neçə zaman var idi, Ayxan? Neçə zamanı var uşaqlar? Hansılardır? Keçmiş, indiki, gələcək. Keçmiş, indiki, gələcək. Keçmiş zaman nə deyirik ki? Nəqli və şühudi olaraq kevin. Şühudi duyduğu, nəqlə, mış, ib. İndi baxın, uşaqlar, həmin o zaman şəkilçiləri var, onun buna aidiyyatı yoxdur. Sadəcə olaraq demirəm, həmin zamanın şəkilçiləridir. Xeyr. Feyli sifət şəkilçilərinin zaman məzmunu bildirməsi var. Məzmununda. Anda indiki zaman. Bunlar nə şəkilçiləri idi? Feyli sifət şəkilçiləri, düzdür? Bax, zaman məzmunu bildirməsi, malum bəli, asərsi azad edəcək, gələcək zaman məzmunu bildirir. Gələcək zaman məzmunu. Məzmun yazıram, demirəm o şəkilçisi. Məsələn, deyilməli söz, hal-hazırda deyilməyib, gələcəkdə deyilməli olan sözü nəzərdə tuturam. Və yaxud da ki, deyirəm, deyiləsi söz. Yenə deyirəm, hal-hazırda deyilməyib, gələcəkdə bizə deyiləsi sözdür. Oxunacaq kitab, oxunmayıbdır hal-hazırda, gələcəkdə oxunmalı olan, oxunacaq olan kitabı nəzərdə tuturam. An ən çəkilçisi, indiki zaman məzmunu. Məzmunu, məsələn, deyirəm ki, deyilən söz, hal-hazırda deyilən nəzərdə tuturam. Hansı zaman məzmunu olur? İndiki zaman. İndiki zaman. Dırqıstı 4 filis mənsubiyyətlə mışstı 4 şəkilçisi nə olacaq? Keçmiş. Keçmiş zaman məzmunu daşıyacaq. Məzmunu daşıyır. Aydındır. Götürdük nə? Bu formada. Dərsimiz budur. Evdə yazacaqsınız.